Salam dostlar. Qəşəng yağışlı gündür. Narın yağan yağış. Ələkbərlə qərara gəldik. Yaxşı payız günündə, yağışlı havada beynimizə nə gəlir? Cavab düzdür. Sumqayıta Pürrəngi kafesinə getmək. Ələkbər də Sumqayıta getdiyi üçün gəldi 6 manat 50 qəpikli benzin vuraq. 5 lira belədir Ələkbərdə. 6.50 yəni olsaydı deyərdim hə. Daha çox olacaq. Nəysə, 7 manat olsun. Başım benzin vurub gedirik Sumqayıta Pürrəngi kafesinə. Benzin ödənişini də biz Rabitə Bankın kartmanı cashback kartı ilə edəcəyik. Yəni Rabitə Bank bilirsiniz ki, bu yaxınlarda biz ilin əvvəlində biz Apple yəni iOS istifadəçini sevindirib Apple Pay maşına get. Bu yaxınlarda Android istifadəçini sevindirib xoş xəbərlə indi Google Pay ilə də ödəniş edə bilərsiniz və adi bu kartla da edə bilərsiniz. Biz də belə eləyəcəyik. İndi gəlin baxın, yaxşı maraqlı olur. Yəni indi benzin vurandan sonra da bizə cashback gələcək. Yəni yanacaq doldurmalarda, yəni istədiyim ki, siz kartmanı kartına, Rabitə Bankın kartmanı cashback kartına ödəniş etdikdə sizə cashback qayıdır. 10% özdə. Peki. 10% cashback. Cashback nədir? 10% cashback qazandı. Qardaşlar, getdiyimiz yerin sahibi bizim əxi qardaşımızdır. Buna görə də orada spirtli içki qəbul edilməzdir. Qadağan. Yəni ki, əlbəttə, yəni ki, nəsə variant eləyib ora keçirmək olar, amma ki, niyədir? Hörmətsiz eləmək istəyir. Yaxşıdır. Buna görə də biz belə bir qərara gəldik ki, bəlkə də ora getməmiş bir də prosto podqatovka eləyək. Yaxalayaq. Baş sponsorumuz. Qida borularımızı. Bizdəndir. Hə, məsələn bu çotka araqlarıdır. Kötüsən? Saçıram. Ara hardadır? Səndən də. Oturmuşam, təsəvvür edəcəm, üstündə oturmuşam. Rayon bina 38B Daş Bazar istiqamət. Konum atın bu nömrəyə. Attım. Oldu qardaş, oldu. Kutab deyə, kutab hansı kutablardan? Qarın, göy, pendir, şor, göyərtili, dəvə kutabı.
Qutab istəyirsən sən? Həqiqə də. Əslində deyirəm, burada 4 növ var. Fərqli təmləri olsun. Amma ki, elə olsun ki, yəni ki, gəl bir dənə şeydən çox yeməyə də. Hə də bildim. Sonra ciyər quyruq, ürək quyruq. Hə, onlar da Sizin nə var başqa? Yəni Dedim qardaşıma qutab məsləhət görürəm sizə. Qutab, dürüm, xəncəl, gürcü xəncəli, ya qızarmış xəncəli, sonra yayma xəncəli, sonra. Bakı gürzəsi. Sonra. Sonra qazan yeməklərdən qavyadina var, hinduşka haşlaması var, Tuşonka. şokavyadina demək olur ya. Gəl belə danışaq. Özünlə məsləhət edirsən, cəmaata nəyi göstərmək istəyirsənsə gətir, biz də belə yeyək. İndi önsə kifayət qədər sifariş verdi, düzdür? Biraz, amma nə qədər çox olsa o qədər yaxşıdır. Ət qutabı 4 dənə. Demək, peynir qutabı 4 dənə. Göyərti qutabı 4 dənə. Şor qoyaq, şor qutabı. Pendir olsun. Peynir qoyduq. Hə, qoyaq şort olsun. Əvvəlcə bu qabdan götürək. Doğru belə. Ətli dürümün içində olan ət farşdır. Ədviyyat qarışığı ilə gürcü həngənin içinə vurulan ətin və ədviyyatların dadını hatırladır. Ondan savayı isə ora deyəsən hansısa turşu vurulur. Bankalarda zoğal turşusu, zəhər kimi satılır. Görsən. Onunla eləyib. Fast food kimi bu yemək yaxın dadlı yeməkdir. Aperitif kimi də yəni. Ağır yeməkdən əvvəl. Dönərdən fərqliliyi ondadır ki, ətdir, lavaşdır, başqa heç nə yoxdur yəni. Bir də qızardılıb. Toyuq ətindən olandır. Lavaşın içində. Daha sosunu görsən. Prinsip eynidir. Daha suludur prosta bu. Sadəcə ət fərqi var. Burada da pomidor, göyərti və başqa ədviyyatlar var. Kifayət qədər naqli dalı var. Buyurun Samir qardaş. Çox sağ ol. Nəsə lazımsa deyin. Çox sağ ol. Hə, yaxşıdır. Soysa əgər, soysa yəni qızdıraram. Oldu, çox Tamam, sağ ol. Mən belə deyim də, mən çox qarın qutabı yeyən deyirəm, amma bu qarın qutabında yəni ki, qarınlığı kifayətdir. Yəni ki, Naxalı bilindi ki, qarın. nahadu bilindi ki, qarındır. Onda keçirin növbəti vlogda. Yağlı. Ay səni, ASMR. Ət belə domur da. Başıma dönüm. Ət qutabı nədir? Göyərti nədir? Deyəsən ət qutabının içində də həngəl. Biz həmən ətdən istifadə Həmən etdik, ətdən. belə deyəlim. Mən belə deyərdim. Bu yerdə Samir qardaş görürəm ki, nəsə yeniliklər etməyi xoşlayır. Odur ki, o yaxşı bir şeydir də. Yəni ki, eksperimentlər sahəsinə biz gəlib dünya bugünə çatdı. Bu mənim şəxsi fikrimdir. Mən biraz bu barədə ola bilər ki, konservativəm. Sizə necədir bu cür ətlə qutab yemək? Birinci gürüzəli gördük o ətdən. Qaynadılmış formada. Sonra biz onu dürümdə gördük. Əzizim, bağışla sözümü kəsim. Gürzədə olan ət, gürzənin içində olan ət bu ət deyirdi. Onun içində göyərti zad yox idi. Gürzənin içində təmiz ət idi. Var idi orada, ədviyyatlar da var idi, göyərtinin bir yerdə. Burada da dürümdə də eyni ətdir. Amma burada bərdürümdə bəli. Eyni. Dadlı qutabdır. No biraz fərqlidir. Heç xoşlamıram bu göyərti qutabını. Yoxla, necədir? Mən isə xoşlayıram göyərti qutabını. Temboli düzgün göyərtilər ora vurulanda. Düzgün hansılardır? Bilsən regiona fərq var. Düzgün deyəndə ki, hər fəslin öz sastavı var. İndi Elə otlar var ki, mən heç onların
adlarını tanımıram. Amma ki mən bilirəm ki, Oğuz yolun, Şəki yolun üstünə Çerez İsmayıllı getsən, meşələrin içində qutablar bişirilir. Həmişə onu deyir. Orada Pər, Həmişə onu deyir. Pastayan. Pər adında bir göyərti var. Onun özü sezonu var. Tutanda bu Pər qutabı aceni də eləyir, qarışıq da eləyir. Buranın göy qutabının turşuluğu bir də duzluğu çatır. Başqa göylər yaxşıdır. Göyləri yaxşıdır, bir də turşan məsəl üçün biraz da turşan qatsaydı mənə ləzzət eləyərdi. Amma yenə deyirəm, kim üçünsə bu klassik dadlı bir şeydir. Bəyəndim. O iyi yoxdur. Mən də axıcı tanışdım. Zaten fikir verirsiniz, məndə qıraqları quruyub, elə bil o pizzalarda olur qıraqları. Nə olur? Pizza. Pizzalarda işte. Pizza nədir? Hə, elə dedin. Hə, pizza. Hə. Həmşirin çaxırmalı. Ocaq püskak yol böyle, çaxır üçün düzülür. Kitabdan ora bulmaq olar. Elə bir xaçapuriyin qutab verir. Xaçapuriyin qutab verir. Bu şor biraz da yağlı olmalıydı. Biraz da yağlı olsaydı çişləyəndə belə hiss edirsən ki, Qurunda yox. öz mən burada danışıram, Eyüp orada o qutabı qışqırır. Qışqırdı. Kamera burada Qırtdığım yeganə şey. Qışqırır özü. piramida, Camel sigareti. Və dəvə qutabı. Məş dağı. Samir qardaş dedi ki, təmiz dəvə ətidir, yəni ki, fake dəvədir. Çünki özünüz də bilirsiniz ki, diabetli inəkləri, əti biraz şirin olan heyvanı götürüb dəvə əti kimi aformiz eləyənlər var. Belə bir dələduzlar var, restoran dələduzlar. Məndən azarlar. Amma ki, Samir qardaşımız Elə deyil. belə deyir. Xoşuma gəldi. Mən Əti də çoxdur. gəl bir yandan deməcəm ki, uşaqlıqdan dəvə əti yeyirəm. Bu yaxşı deyə pisdir. Amma yaxşı dadlıdır və ət qutabından fərqli olaraq qutabın içində olan ət mənim dad zövqümə daha yaxındır. Yəni ki, minimal qatqısı var. Yəni ki, bura həmir yeməkləri üçün gəlirsinizsə, mən dürümü zakaz eləməzdim. Burada cızbız dürümü var, o yox idi. Bugün deyib ki, yoxdur bugün bizdə, amma çox adam hələ cızbız dürümünü tərifləyir. Görə bilmədik bugün. Ümumiyyətlə biz bura gələndə başqa bir yeməklər sifariş eləmək istəyirik. Yəni manqalda bişən kabablardan müxtəlif orada maraqlı bir təamlar var. Bizə deyib ki, bizdə bugün, yəni bugün deyəndə zakaz çoxluğundan biz manqalı hələ podlamırıq, çünki çox çəkəcəkdir bu 45-50 dəqiqə. Ümumiyyətlə mən görməmişəm ki, kasiçka pendirdən qutab eləsinlər. Yəni bu kasiçka pendirdən olan qutabdır. Buradan görə bilirsiniz də. Drinkingə hər nəsə yaxın olan bir şey gördük də burada. Əziz pablar, Bunu olur. bunu nəzərdə saxlayın. Bir növ zakuz çəkəcək. Неудачный закуска olacaq. Narahat deyirəm ki, bu gün var. Bir nömrəli sənin üçün hansı idi bu gün? Nənəmin qutabı. Bu gün deyirəm ya. Həyatımda demirəm. Mən üçün dəvə odur. Dəvə yaxşıdır. Mən də dəvəni bəyəndim. Səndən soruşmuşam mən də. Saxlanan olmadı. İkinci yerdə Gürcədir. Məncə birinci yerdə Gürcədir. Göz qutaba qatmadı ha. Yaymaq hıngal yemədir. Mən burada məsələn onu gözləyirəm. Dəvə ətindən gürcə olsa sən nə olardı? O idi o. Yox, Gürcə əti yaxşı idi. Hıngal əti deyildi. Gərək Gürcə hıngalın dadına baxardıq burada. Və indi desək 40 dəqiqəyə o da gələcək. Əvvəldən deməli. Prosto qaqaş bizə dedi ki, siz bu yeməklərdən sonra yemək istəsəz, onu yeyə bilsəz yeyarsınız. Mən də elə bildim ki, nəsə indi möhtəşəm bir şey olacaq da. Möhtəşəm yəni ki, həcm baxımından. Siz bilməlisiniz ki, mən indi nə deyəcəm bax həngal haqqında. Baxın bir də əti zoom elə. Həngal ətində göyərti. Nə gəzir qaqa? Həmən ətdir də brat. Həmən ətdir yenə. Bu ət qaqaş hər yerdədir. Az soğançan ləzzətli elib. Hərdən bir baxırsan həngalxana gəlsən, soğançan qızdırmırlar. Onlar həmişə həngal soğançasını o qədər qızdırmaq lazımdır ki, Bəli. karamelizə olsun. Dur ki, dadına baxaq. Buradan götürək. Yarpaqlar Utanmır. yaxşıdır, bir-birinə yapışmayıb. Bu o deməkdir ki, onları ayrı-ayrı atmışdılar. Dadı yaxşıdır, duzu yaxşıdır. Bu həngal haqqında bir məsələ var ki, Ətdir dostlar. Yəni bu da ətdir. Yağ da vurulub ətrafına. Qəşəngdir. klassik həngəldir yəni. Bildiyimiz həngəldir. Biz bu yaxınlarda İminoy başqa bir dənə tanınmış yerə gedəcəyik. Orada həngəli yeyəcəyik mütləq. Bizə dedilər ki, ora həngəli
Prostaki idealdır. Həngələ görə Və gedir. Yəni istiyorsan- siz yazmısınız yəni yeri gəlmişkən uşaqlar. Yoldaşlar yəni kommentlərdə siz yazmısınız və ən çox yerin adı belə xallanırdı. Ona görə də indi gedərik baxarıq necədir. Gedərik baxarıq və sizə danışarıq ki bura gələnlər bu gün gəlin sifariş etməlidir. Burada da yeməklər, elə bil bütün yeməklər, kitablardan başqa araqmalı yeməklərdir hamısı. Çotkada salamlar maşındadır. Çok da bizi orada maşında gözləyir. Hesab gəldi 64 manat. Gürzəni şturşun satırdılar. Ədədi 70 qəpik. Xingəl əsas 8 manatadır böyük qab. Heç nə yeməsəz bir dənə o qabdan adam başına rahat yemək olar. Çox doyumluydu. Bir porsiya. Kitabların biri bəli. Kitabların biri 70 qəpik, dəvə kitabı ancaq 1 manat idi. Bəlkə ona görə də o bizim favoritimiz oldu. Ünvan səhifədə mən videonun altında link kimi qoyulacaq. Sumqayıtdadır. 17-ci mikrorayon 17-ci Daş bazarının yanında. Daş bazarından Yəni keçən link də kimi olacaq. svetofor sağ. Mən orada parkovşik istəyirəm. Kvasla içdi. Ya, Həmişə kvas yeməkdə. ləzzətlidir. Kvas mən Ha, yaxşı söz dedilər. nəsin mən Razıyam. Orada kimsə şərhətdə özü yazıb ki, şeydə o gün Yasanolda parkda turbadan yığılan bir. Bu açıq olqandan amma dadlı kvas sağ. Sağ Sağ olun. getdik.